Paytaxtda yerləşən özəl təhsil müəssisələrinin birində silahlı insident qeydə alınıb. Hadisə səhər saatlarında Binəqədi rayonundakı İdrak liseyinin qarşısında baş verib. İddia olunur ki, 10-cu sinif şagirdi müəlliminə odlu silahdan atəş açıb. Əraziyə isə hüquq mühafizə orqanları cəlb olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şagird atasına məxsus ov silahı ilə məktəbə gəlib. O, liseyin riyaziyyat müəllimi Şəhla Kərimovaya atəş açaraq ona xəsarət yetirib. Yaralanan 29 yaşlı müəllimə kliniki tibbi mərkəzə çatdırılıb. Xəstə əməliyyat olunub. Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hadisə ilə bağlı sözü gedən liseydən bildirildi ki, baş verən hadisə dərhal diqqətə alınıb. Hazırda şagirdlərin və müəllimlərin təhlükəsizliyi tam şəkildə təmin olunur. Dərslər normal qaydada davam edir. Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılma mərhələsindədir. Qeyd edək ki, məktəblinin silaha əl atması cəmiyyətdə ciddi narahatlıq doğurub. Şəhər sakinləri hesab edir ki, bu cür hadisələrin baş verməsində ailə daxili münasibətlər, valideyn nəzarətinin zəifləməsi, zorakılıq məzmunlu informasiyanın təsiri mühüm rol oynayır. Onu deyərdim ki, bugün evlatlarımıza biz ailədə tərbiyə veririk, amma ictimai tərbiyəni uşaqların əksəriyyəti mən elə fikirləşirəm ki, sosial şəbəkələrdən, bugünkü olan vəziyyətlərdən oradan qaynaqlanır, oradan götürür. Çünki hər şeyi açıq təbliğ eləyirlər hər yerdə. Ailədən də çox şey asılıdır. Gərək ailə uşağına nəzarət eləsin. Əlbəttə, xoşa gəlməz işdir, çox acınacaqlı bir işdir. Elə böyüklərə də qadağan olmalıdır. Soyuq silah gəzdirmək olmaz. Psixoloqların fikrincə uşaqlarda aqressiya birdən-birə yaranmır. Bu, uzun müddət yığılan psixoloji gərginliyin, ailədə ünsiyyət problemlərinin diqqətsizliyi nəticəsi ola bilər. Bununla yanaşı, məktəb və ailə arasında əməkdaşlıq da çox vacibdir. Öz həmyaşları arasında baskıya məruz qalan yeniyetmələr, ailədə ailə zorbalığı, məişət zorbalığı görən uşaqlar, öz güvəni əksik olan uşaqlar artıq aqressiyanı və qəzəbi idarə edə bilmədiklərindən silaha əl atırlar. Amma o silah ələ düşənə qədər o uşaq özünü göstərir. Duyğusal baxımından yaxşı olmur. Özünü yaxşı hiss etmir, cəmiyyətdən təcrid olunur, davamlı qəzəbli olur, imtina edir yeməkdən. Çünki bu birbaşa verilmiş qərar deyil, bu addımla gəlinmiş bir qərardır. Mütəxəssislər kompüter oyunlarının da şagirdlərin düşüncəsinə mənfi təsir etdiyi qənaətindədir. Onlar hesab edir ki, virtual dünyada özünü savaş içində və ya qalib hiss edən yeniyetmə bəzən reallıq hissini itirərək analoji addımları həyatda da atmağa meyilli olur. Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə bu cür halların qarşısını almaq üçün bir sıra vacib məqamlara, xüsusilə də məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Digər məsələ valideynlərin öz övladlarına vaxt ayırmaması və uşaqların yetkinlik dövründə psixologiyasının dəyişməsidir. Burada bir neçə istiqamətli iş aparılmalıdır. Birinci, mən hesab edirəm ki, ümumiyyətlə biz 16 yaşına qədər uşaqların sosial mediadan, internetdən istifadəsinin məhdudlaşdırılması barədə düşünməliyik. Çünki bu elə bir məsələdir ki, bunun məhdudlaşdırılması bugün zamanın tələbidir. Biz baxırıq ki, bəzən səhərdən axşama kimi uşaqlar telefondan və ya sosial mediadan geniş istifadə edirlər. Burada digər bir vacib məsələ oyunlar qadağan olunmalıdır. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayət aləti olan ov silahı götürülüb. Bəyim Mahir qızı, Anar Ağazadə, Səbinə Şükürova, İTV Xəbər.